Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Biz Şerh-ü Sünnə Bərbəhari kitabının oxumağına, şərhinə davam edirik. Biz keçən dərs sonuncu olaraq xavariclər haqqında oxuduq. Və bundan sonra növbəti məsələ gəlir. Müəllif buyurur ki, bil ki, Allah sənə rəhm eləsin. Yəni, asilikdə, günahda heç kəsin itaət yoxdur. Məxluqa itaət edilməz. Və bu da həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellemin sözüdür ki, La ta'ətə li məxluqin fi məsiyyəti xaliq. Məxluqa, xaliqə asilikdə itaət edilməz. İtaət yoxdur. Və burada Şeyx Fovzan bu kəlməni şərh eləyir. Deyir, bu nəyin ardıdır? Bundan öncəki məsələlər ki gəldi, rəhbərlərə itaət. Rəhbərlərə itaət də nədir? Məruf şeylərdədir. Haram olan şeylərdə, asiliklərdə itaət edilməz. Kim olursa olsun, istəyir rəhbər olsun, istəyir hətta valideyn belə olsa, Allaha asilikdə, günahda, haramda itaət edilməz. Yalnız məruf, yaxşı, yəni şəriətə müxalif olmayan şeylərdə itaət edilir. وَقَدْ جَاءَ فِي الْحَدِيثِ Və hədisdə deyir, varid olub ki, Rasulullah sallallahu aleyhi və səlləm əmmər alə səriyyətin minəs sahabəti əmira. Peyğəmbər sallallahu aleyhi və səlləm bir qoşuna başçı təyin eləyir və o başçını əmir təyin eləyir və yolda, artıq bunlar yola düşdükdən sonra əmr eləyir ki, gedin odun yığın. Hamı odun gətirir bir yerə, sonra o odunları nədir? Qalamağa əmr eləyir. Və sonra isə nədir? Əmr eləyir ki, girin indi oda. Və sahabələr nə deyir? Deyir, biz elə Peyğəmbərə itaət elədik ki, yəni İslama gəldik ki, oddan qaçaq. Və təzdən oda girək indi. Və itaət eləmirlər. Ona itaət eləmirlər, o əmrə. Və bu xəbər gəlir Peyğəmbərə çatır, sallallahu aleyhi və səlləm. Və buyurur ki, Allah Rəsulu, onlar itaət eləyəsəydilər, oda daxil olsaydılar, oradan çıxmazlar, deyir. İnnəmə ət-taətu fil-məruf. İtaət yalnız məruf şeylərdədir. Yəni, asilikdə, haramda, bu şeylərdə heç kəsə itaət edilməz. Baxmayaraq ki, Allah Rəsulunun təyin elədiyi bir əmr idi. Və hətta orada deyir ki, məyər Rəsulullah sallallahu aleyhi və səlləm deməyibmi ki, eşidin və itaət eləyin. Bu sözü də deyir hətta onlara. Onlar nə deyir? Deyir ki, biz deyir Rəsula itaət elədik ki, yəni oddan uzaqlaşaq. Oddan uzaqlaşmaq üçün Rəsula itaət elədik. İndi təzdən oda girək. Və Quran-ı Kərimdə Allah Teala valideynlər haqqında buyurur ki, Ənişkurli və li valideykə iləyyəl məsir. Mənə və valideynlərə şükür et və dönüş mənədir. وَاِنْ جَاهَدَاكَ عَلَى أَنْ تُشْرِكَ بِمَا لَيْسَ لَكَ بِهِ عِلْمٍ فَلَا تُطِعْهُمَا وَصَاحِبْهُمَا فِي الدُّنْيَا مَعْرُوفًا وَاتَّبِعْ سَبِيلَ مَنْ أَنَابَ إِلَيْهِ. Əgər onlar bilmədiyin bir şeyi mənə şərik qoşmağı səni məcbur etsələr, onlara tabi olma, deyir Allah Teala. Onlara itaət eləmə. Və nə deyir? Bununla yanaşı, hətta bunu əmr eləsələr belə, yenə nə deyir Allah Teala? Onlarla gözəl davran, deyir. Hətta valideynin sənə Allaha şərik qoşmağı əmr eləyir, ən böyük günahı. İtaət eləmə o şeydə. Və sonra nə deyir Allah Teala? Onlarla gözəl davran, deyir. Mənə üst tutanlarla, yəni onların yolu ilə get. Bu da Loğman surəsi 14-15-ci ayələrdə gəlir. Və həmçinin burada Şeyx Fovzan buyurur ki, o demək deyil ki, hətta hansısa bir rəhbər asiliyi əmr eləsə, onun rəhbərliyi aradan qalxdı. Ona heç bir şeydə itaət edilməz. Yox, həmin asilikdə itaət eləmirsən. Və ya valideyn sənə asiliyi əmr elədi, o demək deyil ki, valideyni və heç nədə itaət eləmə, sil onu. Yox, həmin asilikdə, Allaha asilikdə, günahda, şirk məsələsində və s. bu şeylərdə itaət eləmirsən, amma yenə də digər məsələlərdə itaət eləyirsən. Və sonra buyurur ki, وَلَا يَشْهَدُ عَلَى أَحَدٍ وَلَا يَشْهَدُ لَهُ بِعَمَلٍ خَيْرٍ وَلَا شَرٍ. Deməli, bir məsələ gəlir, növbəti bir mövzudur. Deyir, kim İslam əhlindən olarsa deyir, mən kənə min əhlil İslam, yəni müsəlmandır
və aqibəti haqqında, onun sonu haqqında heç kəs deyə bilməz ki, bu xeyir üzərində olacaq, yoxsa mı şər üzərində. Yəni onun sonucuna heç kəs hökm verə bilməz. Hansı halda öləcək. Yəni sən əbədi cəhənnəmliysən və ya sən cənnətliysən. Bunu heç kəsə demək olmaz. Çünki onu Allah bilir. Ola bilər bu gün mömin olan, müsəlman olan biri Allah qorusun kafir kimi dünyadan gedər. Və ya onun əksi. Bu gün kafir olan biri nədir? Sabah tövbə eləyər, İslam'a gələr və cənnət əhli olar. Ona görə bu başdan heç kəsə demək olmaz sən cənnətliysən, sən cəhənnəmliysən. Hətta kafirə belə. Kafirə belə deyə bilmərsən ki, sən cəhənnəmliysən. Çünki bilmirsən, bəlkə tövbə elədir. Hökmü başqa məsələdir. Hə, onun hazırki hökmü ayrı bir məsələdir. Amma aqibəti haqqında deyir, heç kəsə şəhadət edilməz. Və la yəşhədu lehu bi'amelin xeyrin və la şər. Yəni onun aqibətinin yaxşı olacağı və ya pis olacağı haqqında şəhadət edilməz. Fəinəkə la tədri bimə yuxtəmu lehu indəl mevt. Ölüm anında bilmirsən o nə ilə gedəcək, necə gedəcək, sonu necə olacaq. Tərcu lehu rahmetullah. Allahın rəhmətini yəni umuruq, ümid eləyirik və onun üçün də Allahın həmçinin əzabından da qorxuruq. Sən bilmirsən ki, peşman olar, hansı peşmançılıq ona üz verər, yəni peşman olar və tövbə eləyər. Allah onun üçün, yəni İslam üzərində ölərsə, nəyi bəxş eləyər, nə verər, bunu da bilmirsən. Ancaq ümid eləyə bilərsən ki, Allah rəhmətin ümid eləyirik və Allahın yəni əzabından qorxuruq asi üçün, günahkar üçün. Bugün bir günahkar insan üçün qorxuruq ki, Allah əzab verər. Salih əməl üzərində olan bir üçün ümid eləyirik ki, Allah ona xoş aqibət nəsib edir. Bunu deyə bilərik ancaq. وَمَا مِنْ ذَنْبٍ إِلَّا وَلِلْعَبْدِ مِنْهُ تَوْبَةٌ. Elə bir günah yoxdur ki, ona tövbə olmasın deyir. Və bu məsələləri Şeyx Fovzan burada şərh eləyir və buyurur ki, heç kəsə yəni sonuçda onun yeri har olacaq, necə olacaq, onun əməli haqqında xeyir üzərində öləcək, şər üzərində öləcəkmi? Yəni bu haqda hökm verilməz, şahidlik edilməz. Hədihi məsələ şəhadətü bil cənnəti əvin nəri lil muayyen. Deyir, bu məsələ bir müəyyən bir şəxsin cənnət əhlidir və yaxud cəhənnəm əhlidir. Bu məsələdir. Müəyyən bir şəxsdən söhbət gedir, deyir. Və la yəşhədu lehu bin nər. Yəni müəyyən bir şəxsə sən deyə bilmərsən ki, sən cəhənnəm əhlisən və ya sən cənnət əhlisən. Amma istisnadadır, Quranda və sünnədə varsa hə. Misal üçün, Quranda Fironun cəhənnəm əhli olması haqqında ayət var, nas var, düzdür? Müəyyən olaraq ona o hökmü vermək olar ki, cəhənnəmdədir. Əbu Cəhil və s. Və ya onun əksi olaraq, Peyğəmbər sallallahu aleyhi ve sellem cənnətlə müjdələnmiş sahabələr var. Deyə bilərsən, cənnətdədir. Çünki dəlilin var. Dəlil olmadığı sürəcə heç kəs haqqında deyə bilmərsən ki, cənnətlikdir, yoxsa mı cəhənnəmlikdir. Və çünki sonları bilə bilmərik. Necə ki, bir hədisdə gəlir ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, sizlərdən biriniz cənnət əhlinin əməlini işləyər və onunla cənnət arasında bir dirsək qalar artıq. Yəni, az bir məsafə artıq cənnətə düşməsinə. Fəyəsbiqu aleyhil kitab. Kitab onu qabaqlayar. Fəyə'məlu bi'aməli əhlin nər fəyədxuluhə. Cəhənnəm əhlinin əməlini işləyər və ora daxil olar. Və innə əhədəkum ləyə'məlu bi'aməli əhlin nər. Və ya sizlərdən biriniz ola bilər bir cəhənnəm əhlinin əməlini işləsin. Hətta onunla hətta mə yəkunu beynəhu və beynəhə. Yəni cəhənnəmlə onun arasında bir dirsək məsafə qalsın. Kitab onu qabaqlayar, cənnət əhlinin əməlini işləyər və cənnətə daxil olur. Yəni son necə olacaq Allah bilir. Ona görə nədir? Əməllər sonluğa görə götürülür. İnsan sonu necə olubsa. Allahdan daim həmişə gözəl sonluq istəmək lazımdır. Ola bilər, bir insan ibadət üzərindədir, salih əməllər üzərindədir, sabah Allah qorusun, bunun əksi ola bilər. Və ona görə deyir ki, əl-ə'məlu bil-xavatim. Əməllər sonluğa görədir. Və sonluqları da yalnız Allah bilir. Çünki qeybi bilən Allahdır. Lakinnənə nəxafu alə əhlil məasi və nərcu li əhli-t-taat və la nucsim.
Bizə qalan nədir? Biz nə deyə bilərik? Biz asilik üzərində olan bir kəsi görəndə deyə bilərik ki, sənin üçün qorxuruq Allahın əzabından. Allah sənə əzab verə bilər bu hal üzərində ölsən. Və ya salih insan görəndə ümid eləyirik ki, bu salih insandır və bunun yeri cənnəti ümid. Amma qətiyyətlə heç kəs deyə bilməz ki, filan kəs cəhənnəmdədir, filan kəs cənnətdədir. Amma ümumilikdə demək olar. Ümumilikdə, bəli, iman əhli haqqında deyirik, iman əhli cənnətdədir. Çünki Quran-ı Kərimdə ayət var ki, Allah Teala buyurur ki, uiddət lil kafirin və başqa bir ayətdə uiddət lil muttəqin. Uiddət yəni nə deməkdir? Vəd olunub. Kimlərə? Uiddət lil kafirin. Kafirlərə vəd edilib. Cəhənnəm. Yəni cəhənnəm vəd edilib kafirlərə. Buna görə sən deyə bilərsən. Ümumən kafirlər cəhənnəmdədir. Və ya bunun əksi. Uiddət lil muttəqin. Müttəqilərə vəd edilən cənnət. Cənnətdə deyə bilərsən ki, bəli, möminlər cənnətdədirlər. Amma fərdi olaraq müəyyən bir şəxs üçün hökm verə bilmərsən. Və bunu kim deyir? Şeyx Salih Əl-Fovzan. Fikir verin, hətta Şeyx Salih Əl-Fovzan burada bu məsələdə müəyyənlə ümumi məsələni ayırır. Ümumi hökm başqadır, hər bir məsələdə belədir. İstir təkfir məsələsi olsun və ya bu məsələ olsun. Ümumi ilə fərdi hökm ayrı-ayrı şeylərdir. Ümumən kim Allaha şərik qoşarsa, kim filan əmələ işləyərsə, belədir, müşrikdir, kafirdir. Amma fərdə gələndə bir müsəlmandan bir küfr əməl izhar olundusa, necə ki, burada bu qaydaları tətbiq edirsən, müəyyənə gələndə hökm tələsmirsən hökm verməyə. Müəyyən şərtlər var. O şərtlər tamam olandan sonra, maniyələr aradan qalxandan sonra, ondan sonra bəli, təkfir eləmək olar.